Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi Kaskven müəllimlər, jurnalistlər və ictimai fəallar üçün növbəti seminarını keçirib. Tədbir müxtəlif kateqoriyalardan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları layihəsi çərçivəsində baş tutub. Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutan seminar Beynəlxalq Avrasiya Mətbuat Fondunda gerçəkləşdirilib. Açılış çıxışında Kaskven sədri Azər Əsrət verdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident yanında qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Şurasına və Beynəlxalq Avrasiya Mətbuat Fonduna, onun rəhbəri Umud Rəhimoğluna təşəkkür edib. Layihənin eksperti, Space televiziyasının redaktoru Dr. Nüşabə Hüseynli iştirakçılara onlayn müstəvidə davranış qaydaları haqqında danışıb. O, özəlliklə bu müstəvidə etik normalara və ümumi qəbul edilmiş qaydalara əməl edilməsinin vacibliyini vurğulayıb. Ayrı-ayrı örnəklərlə çıxışını zənginləşdirən ekspertə müxtəlif suallar ünvanlanıb. O suallara cavab verməklə bərabər iştirakçıların təkliflərini də dinləyib. Bundan sonra digər ekspert Sevda Əsgər çıxış edib. Onlayn etika haqqında danışan çıxışçı iştirakçılara netiketin 10 qızıl qaydasını tək-tək izah edib. O da müxtəlif suallara cavab verib, iştirakçıların təkliflərini dinləyib. Sonda tədbirə yekun vuran Kaskven sədri Azər Əsrət ifadə azadlığından sui-istifadə hallarından danışıb və iştirakçılara bu sahədə məsuliyyətlə bağlı bilgi verib. Bunun ardınca başa çatan tədbirdə iştirakçılara sertifikatlar təqdim edilib.